Salamlar olsun. Bu videoda istəyirdim ki, İranın gələcəyi və Güney Azərbaycanımızın gələcəyin burada izah edəyəm. Həminiz ki, eşitmisiniz, neçə gündür ki, İranda, məxsən Tehran şəhərində və İsfahan, Şiraz, tamam Fars şəhərlərində bir seri etirazlar keçir hakimiyyətin əleyhinə ki, Təbriz və Güney Azərbaycan onların içində yoxmuş. İndi görək ki, niyə Təbriz və Güney Azərbaycan bu inqilabda və bu etirazlarda şirkət eləmirdi. Baxın, bunu bilirsiniz, 100 il bundan öncə Qacar İranın padişahlarıymış və ondan öncə də 900 ildir ki, Azərbaycanlılar və Türklər bu ölkəyə hakim imişlər. Qacarı kim yıxıbdı? Pəhləvilər. Pəhləvilər o zamandan ki hakim olublar İrana, o şovinist Farsi gətiriblər İrana hakim ediblər. Bunların bir dənə çox səhv bir dənə siyasəti buymuş ki, assimilasyonla, yəni assimilə eləməklə istəyirmişlər ki, bu millətə hakim olsunlar. Yəni bunların sözləri bizə ki, deyirlər ki, bizim ölkəmizdə Türk var, bizim ölkəmizdə Kürd var, Bəluç var, Ərəb var. Hamısı İranlıdır, biz gərək İranlı olmamıza fəxr eləyək belə. Gəliblər deyirlər, yox, siz Türkümüz əslən yoxdur bizim ölkəmizdə, bizim Kürdümüz yoxdur, bizim Bəluçumuz yoxdur, Ərəbimiz yoxdur, hamımız Farsız. Persian deyirlər, hamı Persiandir və bu Türk dilinə siz təsadüfi danışırsınız. Yəni ki, Moğollar həmlə ediblər, bir şeylər olubdur ki, siz bu dilə danışırsınız, əslində Farssınız. Və bu dinay eləmək, yəni inkar eləmək Azərbaycan millətini çox narahat edib. Tənha biz Azərbaycanlılar yox, hətta Ərəblər, Kürdlər, Bəluçlar, onlar da narahatdırlar. Çünki İranda başqa millətlər də yaşayırlar. Biz İranda tənha Azərbaycan türkümüz yoxdur. Bizim Qəşqari türklərimiz var, Həmədan türkləri var, sizə deyim Xorasan türkləri var. Ona xatirdir ki, bu inkar bir dana mentality ya fikri ki, bu Pəhləvilərdə var idi, bunları da yıxdı. Yəni Pəhləvilər çox pis vəzdən İrandan ixrac oldular. İndi bu İslam hakimiyyəti ki, gəlib, bu 47 ildə bunlar əzbəs zülm elədilər, əzbəs problem yaratdılar, İsrailə toxundular, başqa ölkələrə toxundular. Bunların da problemləri çıxıb və bunlar beynəlxalq problemləri çıxıbdır. Yəni ki, dünya bunların əlindən bezibdir. İndi görək ki, niyə Təbriz və Güney Azərbaycan bu etirazlarda şirkət eləmirdi, iştirakı yoxmuş. Baxın, bunu bilirsiniz ki, həmişə Təbriz Azərbaycan tarixində ya inki bu İran adlanan məmləkətdə həmişə bir əsəri varmış. Yəni inki hər yerdə müharibə olub, hər yerdə inqilab olub. Qacar zamanında inqilab məşrutiyyət inqilabında, elə bu İslam inqilabında, sonra cəng olubdu İran-İraqın arasında. Həmişə Təbriz birinci şəhər olubdu ki, iştirakı olubdu. Yəni tarixdə, bu ölkənin tarixində həmişə iştirakı varmış. Amma bu birinci dəfədir ki, Farslara əl-ələ verməyib və özünü ayrı saxlıbdır və deyir ki, mən problemim sizin probleminizdən fərqlidir. Çünki Farsların tənha istədikləri budur ki, bu İslam hakimiyyətini yıxsınlar və Rza Pəhləvi ki, Məhəmməd Rza Pəhləvinin oğludur və o Azərbaycan millətinin ata-babasının qatili, yəni ki, pişəvərinin qatili, bizim ana dilimizin qatilini sillə gətsinə, neynəsinə, padişah eləsinə bizə. Ona xatirdir ki, biz Azərbaycanlılar, yəni Cənub Azərbaycanlılar bunu bildik ki, bizim həmvətənimiz Fars milləti olamaz. Baxın, Təbriz bir belə tarix yazmaqdan sonra, bir belə xidmətdən sonra bu məmləkətə Fars milləti durub gedibdir ki, Şahın oğlunu Rza Pəhləvini tapıb və onu istəyir ki, gətsin, gələcəyə padişah eləsin. Bu necə ola bilər? Bir insan ki, onun atası, pişəvərini öldürübdür. Bizim ata-babalarımızın yəni qatiliymiş. Bizim ana dilimizin qatiliymiş. Azərbaycan kitablarını yandırıbdır. Yəni ki, bilirsiniz ki, pişəvəri bir il bir dənə demokratik bir dənə hakimiyyət Təbrizdə qurubdur. Yəni Güney Azərbaycanda qurubdur. Və tamam Azərbaycanlılar, yəni Cənub Azərbaycanlılar öz ana dillərinə məktəbə gəlirmişlər bir il. Və qadınların səs haqqı varmış, çox bir dənə demokratik bir dənə hakimiyyət qurub və
Məhəmməd Rza ki, bu həmin Rza Pəhləvinin atası ola, onun qatiliymiş. Bizim ata-babalarımızı edam edib 15.000 nəfəri, 20.000 nəfər Azərbaycanlı edam edibdir. Elə həmin saat meydanın qabağında Təbrizdə bizim ana dil kitablarımızı yandırıbdır. Ona xatirdir ki, biz Təbrizli olaraq, Cənub Azərbaycanlı olaraq, vaxtı ki gördük ki, Fars milləti bir belə biz bunların yanında ola-ola gəldilər, Rza Pəhləvini seçdilər İranın gələcəyinə, biz bildik ki, bunlardan bizə həmvətən çıxmaz. Ona xatirdir ki, Təbriz bu etirazlarda Tehrana dəstək vermədi və farslar da bundan çox narahat oldular və bizə hətta xain dedilər, Cənub Azərbaycanlılar xaindirlər, sizlər təzyiyə tələbsiz, siz istəyirsiniz ki, Azərbaycanı qopardasınız, Şimal Azərbaycana yapışdırasınız və tamam o təhqirlər, söhbətlər ki, həmişə eliblər. Ona xatirdir ki, Cənub Azərbaycan iştirakı olmadı və çox ayıqlıqla bu etirazlarda dəstək vermədi. İndi görək, indi nə baş verir? Baxın, indi 10 gündə etirazlardan keçir, bu İslam hakimiyyəti tamam qapılar bağlıbdır, internetləri kəsibdir, uçuqlar hamısı bağlıdır, heç uçuq yoxdur İrana və cinayətlə 15-20 min nəfəri gülləyə bağlıb, yəni öldürübdür. Və hər şey indi deyirlər ki, yatıbdır, heç xəbər yoxdur, ödür. Mən bilirəm, əlbəttə, əgər Təbriz, Güney Azərbaycan çıxsaydı, dəstək versəydi, indi başqa icra olmuşdu. Çünki İranda həmişə Güney Azərbaycandan qorxarlar, yəni tamam hakimiyyətlər. Əgər Təbriz əl versəydi bu farslara, əgər bunlar düz əməl eləsəydilər, düzgün bir nümayəndə seçsəydilər, indi başqa cür olmuşdu. Yəni o hakimiyyət 100% yıxılmışdı. Amma o şey eləmədilər. İndi 15-20 min nəfəri qırıbdır İslam hakimiyyəti və görək indi ki, Amerikanla İsrailin fikri bu məsələdə nəzirdir. Baxın, özü ki dedim, bu İslam hakimiyyəti 47 ildir ki, İsrailə toxunub və İsrailə baxın problem yaradıbdır. Ona xatirdir ki, İsrail bu 3 il Trump'ın prezidentindən ki qalıbdır, istəyir ki, bu məsələni həll eləyə. Yəni ki, buna əmindər ki, əgər gələn prezident demokrat əgər olsa, eləyə bilər ki, problemlər yarana. Yəni əgər İran eləyə bilsə özün qutara biləcək və gələn prezidentə özünü çatdıra, yəni ki, demokrat prezidentindən eləyə bilər ki, o prezidentdən köməklik ala və məncə atom bombu da əgər eləyə bilsə düzəldə, eləyə bilər ki, İsrailə bir dənə böyük bir dənə problem yarada. Ona xatirdir ki, Trump bu gün söhbətdə dedi ki, istəyir ki, İranın hakimiyyətini və rəhbərini dəyişə. Ona xatirdir ki, bunlar qərarı qoyublar ki, İranın hakimiyyətini dəyişsinlər. 2 dənə səbəb buna var. Niyə? Çünki 2 dənə sual burada var və o suala Amerikalılar düzgün cavabları yoxdur. Birinci budur ki, aya İran atom bombuna davam verəcək ya yox? Onu istəyir ki, düzəldə ya yox? Çünki əgər bunlar hətta desələr ki, biz düzəltmirik, ona əmindəyik, yəni güvənmir o söhbətə. İkincisi budur ki, aya İran raketlə ya atom bomb əgər olsa, İsrailə həmlə eləyəcək ya yox? Ona da düzgün cavab yoxdur. Çünki hətta əgər bunlar yenə desələr biz heç İsraillə problemimiz yoxdur, ona yenə də Amerika güvənmir. Niyə? Çünki bu 3 ildən sonra biz bilmirik nə baş verəcək. Əgər başqa prezident gəlsə, yəni demokrat prezident gəlsə, eləyə bilər ki, İsrailə problemlər yaran. Ona xatirdir ki, Amerika, yəni məncə o şeylər ki görünür, Amerika İsrailin köməkliyi ilə, yardımlığı ilə istəyir ki, bu hakimiyyəti yerə yıxa. Bunların indiyəcən kandidları həmin şahın oğlu, yəni Rza Pəhləvidir. Bunu gərək biz Azərbaycanlılar bilək. Həm biz Güney Azərbaycanlılar, həm siz Şimal Azərbaycanlılar. Yəni əgər bu Rza Pəhləvi İranın hakimi olsa, o atasının siyasətlərinə davam verəcək. Və biz onu bilirik ki, bu insan ciddi türk bir insandır. Əslən qəbul eləmir ki, Azərbaycan milləti türkdürlər. Bunlar deyirlər ki, siz farsınız və türklə danışırsınız. Hətta siz, yəni ki, Şimal Azərbaycanlı Bakı tərəfə də deyirlər bunlar Perşendirlər, deyirlər onlar da Perşendirlər. Və bunlar elə faşistdirlər ki, deyirlər ki, Azərbaycan, hətta ölkə Azərbaycan İranın bir hissəsidir.
Və onlar həmişə deyirlər Cumhuriyyət Baku. Heç vaxt demirlər Cumhuriyyət Azərbaycan. Yəni Azərbaycan Respublikası demirlər. Ona xatirdir ki, əgər bu insan olsa İranın hakimi və Amerika ona dəstək versə, həm bizə bir dənə böyük təhdiddir, böyük bir dənə problemdir, həm sizə. Ona xatirdir ki, biz gərək buna bir dənə yol tapaq. Yəni ki, indidən gərək hazır eləyək özümüzü, əl-ələ verək. Eləyə bilər çox yaxşı, yəni gələcəkdə yaxşı işlər bizə məsələn ola, yarana. Əgər əl-ələ versək, əgər fikirlərimizi bir-birimizlə paylaşsaq, məncə gərək ayıq olaq. Azərbaycan milləti həmişə ayıqdır. Həm bizlər, həm sizlər. Eləyə bilərik bundan istifadə eləyək. Yəni ki, biz tənha gərək özümüzü tanıdıraq. Yəni deyək ki, biz millət 40 milyon Azərbaycanlı bu ölkədə yaşayır. Və bu insan bir dənə ziddi türk bir insandır. İndi bu dəqiqəyəcən mən bunu bilirəm ki, Amerikanın fikri budur ki, bu hakimiyyəti dəyişsin. Aya kimi gəlsin, buracan Rza Pəhləvidir. Amma bizim dəstəklərimizlə, bizim fikirlərimizlə eləyə bilərik ki, bunu dəyişdirək. Yəni bu fikri bunların zehnlərində dəyişdirək. Amma başqa bir dənə fikir budur ki, İrana bir dənə federal bir hakimiyyəti gəlsin. Biz əvvəldə biz başlayaq və o federal hakimiyyətində, çünki bizim dilimiz rəsmi olacaq, Güney Azərbaycan öz istiqlalına çatsın. İndi şərait, yəni İranın şəraiti eyni o Sovetin axır günlərinə bənzəyir. Həmancır ki, Şimal Azərbaycan Sovetin dağılmağından bərpa oldu. Biz də gərək bu fürsətdən istifadə eləyək, yəni İranın dağılmağından istifadə eləyək və Güney Azərbaycanı bərpa eləyək. Düzgün fikirlərlə və paylaşaq söhbətlərimizi və eləyə bilək ki, ona çataq. Əlbəttə, həmişə bu cür şəraitdə, qatma qarışıq, yəni şəraitdən adam gərək istifadə eləyər. Yəni ki, məncə yaxşı şeylər də eləyə bilər ola. İndi bu dəqiqəyəcən bunlar istəyirlər bu hakimiyyəti yıxala. İndi görək ki, nə cür bundan sonra şərait bizim nəfimizə qutulacaq. Yaşayasınız, hər yerdə ki varsınız. Hər gün ki, yəni yeni xəbər gəlsə, yenə videoyu düzəldərik və fikirlərimizi bir-birimizlə paylaşaq.